Salam əziz valideynlər və şagirdlər, mən sizlərə 3-cü sinif Kür və Araz test bankından testlərin izahını verəcəm. Birinci testdən başlayaq. Hansı isimdir? Dadlı, xəsis, medal, 10-cu. Dadlı sifətdir, əlamət bildirən sözdür. Xəsis əlamət bildirən sözdür. 10-cu saydır, sıra saydır. Medal, nə? Medal. Doğru cavab olur C variantı. İkinci testə baxaq. Hansı isim kim sualına cavab verir? Biz bilirik ki, insan anlayışı varsa kim sualına cavab verəcək? Traktor nə sualına cavab verir? Çəmənlik. Hara? Çəmənlik. Həkim. Kim? Həkim. Həkim kim sualına cavab verir? Qəzet. Nə? Qəzet. Bu isə nə sualına cavab verən isimdir. Doğru cavab olur C variantı. Hansı isim canlı varlığı bildirir? Əmi. Əmi ilə canlı varlıq bildirir. Əmi kim? Əmi. Canlı varlıqlar kim sualına cavab verəcək? Yəni insan anlayışı varsa. Ütü nə sualına cavab verir? Cansız varlıqdır. Dəmir nə sualına cavab verir? Cansız varlıqdır. Budaq da nə sualına cavab verir? Hansı isimlər cansız varlığı bildirir? Masa cansız varlıqdır. Nə sualına cavab verir? Kənan kim sualına cavab verir? İnsan anlayışı bildirir. İdmançı kim sualına cavab verəcək? İnsan anlayışı var. Qayçı nə? Qayçı. Cansız varlıqlar olur. Masa və qayçı. 1-4 doğru cavab olur B variantı. Davam edək. Hansı ismin sualı fərqlidir? Arı nə sualına cavab verir? Pambıq nə sualına cavab verir? Yazı nə sualına cavab verir? Meşə isə hara sualına cavab verir? Fərqli olan olacaq D variantı, hara sualına cavab verən söz. 6-cı suala baxaq. Şeirdə neçə isim var? O çağlayan gür bulaqlar, çağlar mənim ürəyimdə. Neçə şirin xatirəni saxlar mənim ürəyimdə. Neçə isim oldu? Bulaq. Nə? Bulaq. Ürək. Nə? Ürək. Xatirə. Nə? Xatirə. Burada da yenə də ürək sözü gəlmişdir. 4 dənə isim olmuş oldu. Doğru cavab olur C variantı. Hansı cümlədə isim yoxdur? Zaman sürətli keçirdir. Zaman isimdir. Əvvəl yaz, sonra danış. Əvvəl, sonra bunlar zərfdir. Yaz və sonra oxu isə, burada oxudu, mən danış dedim. Yaz və oxu hərəkət bildirən sözlərdir. Bizə deyir ki, hansı cümlədə isim yoxdur? Elə doğru cavab olacaq B variantı. C variantında deyir ki, imtahandan uğur qazandım. İmtahan isimdir. Həkim xəstəni müayinə etdi. Həkim, müayinə isimdir. D variantı da cavabımız ola bilməz. Doğru cavab olacaq B variantı. Hansı isim yeni söz yaradan şəkilçi qəbul etmişdir? Baxaq. Həyəcan sözündə yalnız kök var. Şair sözün köküdür. İn sözlər arasında əlaqə yaradan şəkilçidir. Neftçi sözündə neft sözün köküdür. Çi isə yeni söz yaradan şəkilçidir, yəni leksik şəkilçidir. Hasar sözün köküdür. A sözlər arasında əlaqə yaradan şəkilçidir, yəni qrammatik şəkilçidir. Növbəti 9-cu testə baxaq. Verilmiş xüsusiyyətlər hansı sözə aiddir? Canlı varlıq bildirir. Tərkibində yeni söz yaradan şəkilçi var. Ayrılıq, yazıcı. Elə yazıcı sözü olacaq. Yazmaqdan yazı düzəlir. Yazıdan da yazıcı düzəlir. Bizə deyir ki, canlı varlıq bildirir. Tərkibində yeni söz yaradan şəkilçi var. Burada olacaq doğru cavab B variantı. Yazıcı insan anlayışdır, canlı varlıqdır və tərkibində də leksik şəkilçi var. Verilmiş sözlərdən neçəsi nə sualına cavab verir? Arı nə sualına cavab verir? Dayı kim sualına cavab verir? Sonra sənət nə sualına cavab verir? Müəllim kim sualına cavab verəcək? Dəmirçi kim sualına cavab verəcək?
ağac nə sualına cavab vermiş olacaq. Bizə deyir ki, neçə söz nə sualına cavab verir? 3 söz. Doğru cavab olur C variantı. Dərə hara sualına cavab verəcək. Hansı variantdakı bütün sözlər isimdir? Yaxşılıq, qorxu. Elə doğru cavab olacaq A bəndi. Yaxşılıq və qorxu isimdir. Dəniz isim olsa da şirin əlamət bildirən sözdür. Enlidir, əlamət bildirən sözdür. C cavabımız ola bilməz. Danışmaq da hərəkət bildirən sözdür. Cansız varlığı bildirən isim hansıdır? Qatar. Elə doğru cavab olacaq A bəndi. Davam edək. 13-15-ci suallar mətnlə bağlıdır. Mətnimizi oxuyaq. Müasir dövrdə robotlar insanları əvəzləyir. Onların gördükləri işi görür. Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır. Antik dövrdə Heronun düzəltdiyi avtomatik teatr bu sahədə edilmiş ilk cəhddir. Daha sonra yaradılan bir-biri ilə oxşar olan iki insana bənzər avtomatlar hal-hazırda İsveçrə muzeyində saxlanılır. Keçən əsrin ikinci yarısında isə human sənaye və s. kimi bir çox robot növləri yaradılmışdır. Mətnə əsasən ilk robot cəhdi nə zaman olmuşdur? Burada deyir ki, antik dövrdə Heronun düzəltdiyi avtomatik teatr bu sahədə edilmiş ilk cəhddir. Hansı dövrdə olmuşdur? Antik dövr. 14-cü suala baxaq. Mətndə altından xətt çəkilmiş söz haqqında hansı fikir səhvdir? Altından xətt çəkilmiş söz robotların sözüdür. Baxaq. İsimdir, robotların isimdir, doğrudur. Tərkibində iki şəkilçi var. Robot sözün köküdür. Lar və ın sözlər arasında əlaqə yaradan şəkilçidir. Bəli, iki şəkilçi var. Tərkibində sözlər arasında əlaqə yaradan şəkilçi vardır. Elə bax, bu olacaq cavab. Doğru cavab olur D variantı. Sözlər arasında əlaqə yaradan şəkilçi vardır. Bizdən səhvi soruşur. D doğrudur. Sözlər arasında əlaqə yaradan şəkilçi var. Sözün kökü əlamət bildirir. Yanlış olan olacaq C. Çünki robot isimdir. Sözün kökü isimdir. Robotlar cəm şəkilçidir. Sözlər arasında əlaqə yaradır, çoxluq bildirir. In da sözlər arasında əlaqə yaradan şəkilçidir, qrammatik şəkilçidir. Mətndə nömrələnmiş cümlədə neçə isim var? Diqqət edək cümləyə. Nömrələnmiş cümlə birinci cümləni deyir. Müasir dövrdə dövr isimdir, robot isimdir, insanlar isimdir. Elə 3 dənə oldu. Doğru cavab olur C variantı. Baxaq bir daha. Düz işləm cümləni tamamlamamışıq. Burada fikir bitmir. Dövür, robot, insanlar isimdir. Onların gördükləri işi görür. Bir də iş isimdir. Doğru cavab olur D variantı. Növbəti testimizə baxaq. Bu da isim mövzusuna aiddir. Hansı ismin sualı deyil? Kim, nə, hara, necə ismin sualı deyil. Verilmiş sözlər haqqında ortaq fikir hansıdır? Gəmiçi, əlcək. Hər ikisi insan anlayışı bildirir. Xeyr, gəmiçi insan anlayışı bildirir, amma əlcək insan anlayışı bildirmir. Bizdən ortaq fikir soruşur. Hər ikisi kim sualına cavab verir? Gəmiçi kim sualına cavab versə də əlcək nə sualına cavab verir? Hər ikisində yeni söz yaradan şəkilçi var. Gəmiçi sözündə gəmi sözün köküdür, çi leksik şəkilçidir. Əl sözün köküdür, cək isə leksik şəkilçi kimi götürülür. Elə doğru cavab olacaq C variantı. Leksik şəkilçilərə həm də sözlər arasında əlaqə yaradan şəkilçi deyirik. Növbəti suala baxaq. Yalnız kökdən ibarət isim hansıdır? Gül sözün köküdür. Dan leksik şəkilçidir, yəni yeni söz yaradan şəkilçidir.
Meydan isə yalnız kökdən ibarətdir. Otlaq sözü ot sözün köküdür, lak leksik şəkilçidir. Saat sözün köküdür, ın qrammatik şəkilçidir, yəni sözlər arasında əlaqə yaradan şəkilçidir. Doğru cavab olur B variantı. Verilmiş xüsusiyyətlərdən hansı ismə aid deyil? Ad bildirən sözlərdir. Bəli, kimlə, hara sualına cavab verir? Doğrudur. Cansız və canlı varlıqları, məkanı bildirir. Doğrudur. Zamana görə dəyişmə isə bu hərəkət bildirən sözlərə aiddir. İsmin xüsusiyyəti deyil. Verilmiş cümlədə neçə isim var? Vətən və ana hər şeydən əzizdir. Vətən, ana, bunlar ad bildirən sözlərdir, yəni isimdir. Doğru cavab olur B variantı. Şeirdə altından xətt çəkilmiş isim haqqında hansı fikir doğrudur? Şeirimizi oxuyaq. Görün ki, baharın yaşıl saçından çöllərə gül çiçək yağışı yağır. Yapışıb günəşin qızıl saçından çiçəklər çəməndə incilər yığır. Altından xətt çəkilmiş söz günəşin sözüdür və bizdən doğru fikir istəyir. Yalnız kökdən ibarətdir. Günəşin sözü yalnız kökdən ibarət deyil. Günəş sözün köküdür. İn isə qrammatik şəkilçidir. Tərkibində yeni söz yaradan şəkilçi var. Xeyr, in şəkilçisi sözlər arasında əlaqə yaradan şəkilçidir. Yeni söz yaratmır. Nəyin sualına cavab verir? Elə doğru cavab olacaq C variantı. Günəşin nəyin sualına cavab verir? Hara sualına cavab verən isim hansıdır? Oyuncaq nə sualına cavab verir? Bakı isə hara sualına cavab verən sözdür. Elə doğru cavab olacaq B variantı. Bəstəkar kim sualına cavab verir? Çaydan isə nə sualına cavab verir? Hansı sözün kökü isimdir? Süzmə, buzlaq, daraq, açar. Süzmə sözün kökü hərəkət bildirir. Süzməkdən süzmə yaranır. Daramaqdan daraq yaranır. Sözün kökü dara feilidir. Açmaqdan açar yaranır. Buzlaq sözündə isə buz sözün köküdür. Laq burada leksik şəkilçidir. Buz, nə, buz sözün kökü isimdir. Doğru cavab olur B variantı. Verilmiş cümlələrdən hansında altından xətt çəkilmiş söz isimdir? Cücəni payızda sayarlar. Sayarlar hərəkət bildirən sözdür. Qocanı dinləyən xeyir tapar. Bizdən deyir ki, altından xətt çəkilmiş söz isim olsun. Doğru cavab elə olacaq B variantı. Xeyir, nə? Xeyir olur ad bildirən söz, yəni isim. Şirin dil, altından xətt çəkilmiş söz şirindir. Necə cür sualına cavab verir? Əlamət bildirən sözdür, yəni sifətdir. Tanınmaq da hərəkət bildirən sözdür. Doğru cavab olur B variantı. Hansı söz məntiqi ardıcılığı pozur? Fincan, pərdə, imtahan, naxış, tələbə. Fincandır, pərdədir, imtahandır, naxışdır. Nə sualına cavab verir? Tələbə isə kim sualına cavab verir? Ardıcılığı pozan, fərqli olan olur D variantı. Hansı isimin sualı səhv verilmiştir? Sənət elə yanlış olan olacaq A variantı. Sənət nə sualına cavab verir? Kim sualına cavab vermir? Kim sualına cavab verənlər insan anlayışı olan sözlərdir. Küçə hara sualına cavab verir? Xəlil kim? Kaktus nə sualına cavab verir? Hansı isimin sualı digərlərindən fərqlidir? Gülçü kim? Gülçü. Kənd hara? Kənd. Dağ hara? Dağ. Cəngəllik hara? Cəngəllik. Fərqli olan oldu A variantı. Davam edək. 13-15-ci suallar mətnlə bağlıdır. Öncə mətnimizi oxuyaq. Dənizin suyu xeyli çirklənmişdi. Balıqlar bir-bir dənizdən sahilə çıxır və məhv olurdular. Dərya babasından bunun səbəbini soruşdu. Baba cavab verdi. Qızım, insanlar dənizi tullantılarla çirkləndirirlər. Buna görə də artıq balıqlar dənizdə yaşaya bilməyib məhv olurlar. Dərya balıqların məhv olmasının səbəbini bildikdə çox məyus oldu və qərar verdi ki, ətraf aləmi heç bir zaman çirkləndirməsin. 13-cü suala baxaq. Mətndə işlənmiş neçə nömrəli söz isimdir? Nömrələnmiş sözlərə baxaq. Xeyli isim deyil. Zərfdir. Soruşmaq hərəkət bildirən sözdür, feildir. Dəniz 3 nömrəli söz elə olacaq isim. Doğru cavab olacaq
Bizdən soruşur ki, isim olsun. Neçə nömrəli söz isimdir? 3 nömrəli söz isimdir. Doğru cavab olur C variantı. Mətin necə xarakter daşıyır? Öyrədici mətindir, elmi mətindir, gülüş doğurur, məlumat xarakterlidir. Gördüyümüz kimi öyrədici mətindir. Niyə görə öyrədici mətin deyirik? Çünki hadisə baş verdi, Dərya səbəbini soruşdu və oradan özü üçün öyrəndi, nəticə çıxartdı ki, ətraf mühiti çirkləndirmək olmaz. Mətinin ilk cümləsində neçə isim var? Baxaq mətinin ilk cümləsinə. Dəniz isimdir, su isimdir, xeyli isimdir, çirkləndirilmiş hərəkət bildirən, üzr istəyirəm, xeyli zərfdir. Dənizin isimdir, dəniz və su isimdir, 2 dənə. Baxaq, doğru cavab olur B variantı. İzahlarımız bu qədər əziz şagirdlər.